Əslində belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Steinmeierlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni çox da həddindən çox yükləmək də istəməmişdi. Ona görə çox yığcam müqavilədir, əsas prinsiplərini əhatə edir. Və yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər Nazirliyinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoşniyyət göstərib. Əks təqdirdə bu sənəd ərsəyə gəlməzdi. Bu birinci. İkinci, Ermənistanda və bəzi qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub, əsas prinsipləri işləmiş Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak eləmişdik və əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə bir qeyri-real şərt qoysaqdik ki, Ermənistan onu qəbul etməzdi. O ki, qaldı bu prinsiplərin əsasında ən vacibinə, əlbəttə ki, bu Ermənistanın Azərbaycan ərazisi bütövlüyünün tanımasıdır, Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə, Azərbaycan ərazisində, hara ki qanunsuz gəlmişdi, mitingdə bəyan etmişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Bugün Ermənistanı, mən bunu bir neçə dəfə demişəm, bəziləri sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmən hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra bütün o vaxta qədər aparılmış danışıqları sıfıra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaq arası qanunsuz Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Həmən, bax, bugünkü Ermənistan hökumətinin müdafiə naziri